Asmışdım da özümü borc əlindən. Borca görə özü basmışdın. Asmışdım, hə, ipi kəsiblər orada qalıb. Elə o ləmçədən asmışdım özümü. Niyə asırsan ki? Olana bilmirəm də bala. Yaşaya Bu bilmirəm. uşağa kim baxarsan elə eləsən? Eləmə bir də elə şey heç vaxt. Çətinliyin olanda zəng elə mənə. Görürsən durdum gəldim sən bir dənə kəlmə. Evimin televizoruna qədər satmışam 100 manata. Heç nə yoxdur evdə. Heç nə. Heç nə yoxdur. Gördüyün o avadanlığımdır vəssalam. Bu da neçə ilmə qabaq aldığım vardı. O mənim padalokum başıma gəlir. Hamam yox, ayaq yolu yox. Heç nə yoxdur. Heç nə. Bu nəniyə hərəviz 5 manat, 10 manat, cüzüz nə satır göndərin. Bir dənə buna heç olmasa hamam burada tikək, bir dənə tualeti olsun, hamam olsun, heç o da yoxdur. Baxın da gücümüz bu boyda Səlyan cəmaatı, Cənub zonası, hamı bu videoları görür. 500.000 baxış gəldi mənim videolarıma. Ma istəyir aparım Bakıya. Deyirəm evimə atam, hara gedim, o söküb qapımı da qoyum, hara gedim. Pəncərəm yoxdur, nöşdəymişəm yerə. Göstər hələ, göstər qapını. Soğuq gəlməsin deyə klonka vurmuşam, var daha. Yoxdur. Yoxdur da bala. Nə varım? Emircan, Üzü insan. nə istəyirsən var burada. Hamısı. Bu da mənim vəziyyətim. Bu da mənim vəziyyətim. Kömək olsun. İnşallah oğlun çıxsa gəlib baxar sənə deyirsən. Mənim oğlum heç vaxt mənə cavab qaytarmır. Hə? Vallahi. Yaxşı övlad olub sənə. Heç vaxt mənə cavab qaytarmır. Şah kimi də yaşadımışam onu bala. O sənə baxıb heç. Baxıb, hə, baxıb. İnşallah onda Allah qapısını açsın. Görürəm ki, sənin xeyirlidir, faydası var. Gəldi deyim mənə. Valideynlərinizi fikirləşin. Avara-avara adamlarla gəzəndə, bir əməli törədəndə, kimisə söyəndə, kiməsə bir Hə bala. xəta yetirəndə, Hə bala. gəzdiyin insanlara fikir ver, valideynləri fikirləş. Fikirləş ki, sabah mənim anam belə tək qala bilər, atam belə tək qala bilər. Ümumiyyətlə danışıram. Tutaq öldüm, mən kim götürəcək? Kim? 5, 200, 250 manat. Buyur. Mən harada görürsünüz, qucaqlayırsınız, öpürsünüz da. Vallah deyirəm, heç bir tərifə ehtiyacım yoxdur. Tərif Allaha məxsusdur. Hərəviz 5 manat, 10 manat atın bu ailələrə. Vallah bəsdir. Mən bunu tərifə görə eləmirəm. Sadəcə deyirəm ki, mənlə xoş münasibətinizi o ailələrə görə bağlayırsınız, mən bilirəm. Siz də onların yanında olun da.